ki, hamınızı da təbrik edirəm. Hamınıza sağ ol deyirəm, sağlıq arzu edirəm. Mən bir neçə kəlmə Nərimanlı məktəbi haqqında demək istəyirəm. Nərimanlı məktəbində gözəl savadlı müəllimlər dərs deyirdilər. Ümumiyyətlə, Göyçə mahalının hər kəndində orta məktəb var idi. Nərimanlıda müəllimlər bilikli və gözəl mütəxəssislər idi. Nərimanlı məktəbini bitirən şagirdlər hamısı ali məktəblərə qəbul olurdular. Ona görə kəndlərdən şagirdlər axıb Nərimanlı məktəbinə gəlirdilər. Ümumiyyətlə, Nərimanlı məktəbini bitirən şagirdlərin hamısı ali məktəblərə qəbul olurdular. Azərbaycanın ali məktəbləri, Rusiyanın və s. ölkələrdə ali məktəblərdə oxuyub, qayıdıb gəlib, öz məktəblərində yenə şagirdlərə dərs deyirdilər. Ümumiyyətlə, məndən oxuyan şagirdlərdən Səfyar Musayev, Mahsud Cəlilov, Qurban Bayramov, Mübariz Cabbarov, bu yoldaşlarda ali məktəbi bitirib, təhsillərini davam etdirərək professor rütbəsinə yüksəldilər. Bundan sonra bizim yenə də məktəb məzunu Nuru Bayramov öz təhsilini yüksəldərək elmlər doktoru akademik rütbəsinə yüksəldi. Ona görə mən elə arzu edirəm ki, yenə biz qayıtsaq öz yerimizə, öz məktəbimizi davam etdirə bilərik. Odur ki, prezidentimiz səy nəticəsində umut varam ki, biz yenidən qayıdaq Göyçə mahalına. Odur ki, Göyçə mahalının məktəbləri zəngin məktəblər olacaq. Ümumiyyətlə, mənim uzun müddətli işlədiyim əziyyətimi nəzərə alaraq prezidentimiz bana Respublikanın əməkdar müəllimi fəxri adı verdi. Sağ olsun, Respublikanın prezidenti. Mən umut varam ki, prezidentimizin səy nəticəsində biz yenidən öz ölkəmizə, Göyçə mahalına qayıdaq və öz məktəblərimizi yenidən bərpa eləyək. Sağ olun, xudafiz, sizdən ayrılıram.